Salam əziz izləyicilər. İki məsləhətim olacaq bu müraciətdə. İndi bütün evlərdə elektrik məişət cihazları var. Kifayət qədər də bahalı cihazlardır. Amma tez-tez arabir onların xarab olması da var. Və bu zaman mənim ilkin tövsiyəm budur ki, elə ki xarab oldu, usta tapın, usta çağırın, gəlsin, təmir eləsin. Tutaq ki, kombi üçün çağırıbsınız usta, o təmirə gələndə həm də boruların yuyulması lazım gəlirsə, boruları da yuyacaq, esenşoru. Bacanı təmizləmək lazımdırsa, cizbildən onu da eləyəcək. Yəni, texniki qulluq göstərəcək. Bu birinci. İkinci məsələ nədir? Burada təhlükə də var. İnsan həyatı üçün təhlükə. Tutaq ki, paltar yuyanda elektrik cərəyanı təhlükəlidir, insanın özü üçün həyatı təhlükədir. Amma kombidə həm də qaz var. Qaz daha təhlükəlidir elektrikdən. Elektrik də var, orada qaz da var. Bu, həm də qonşular üçün təhlükə yaradır və partlayış, yanğın törədə bilən bir şeydir də, yəni qaz təhlükəli bir şeydir. Buna görə lazımdır ki, ancaq mütəxəssis cəlb eləyəsiniz. Bir məsələ də var ki, reallıqdır. Elə yerlər var ki, orada usta tapmaq özü çox çətin bir işdir. Hətta o cihazı təmir eləməkdən də çətin olur. Elə yerlər də var. Elə insanlar da var ki, texnikadan başı çıxandır. Bu və ya digər texnikanın ustasıdır. Amma konkret olaraq bu elektrik məişət cihazının özünün quruluşu haqqında bilgisi yoxdur. Amma istər-istəməz bizdən asılı olmayaraq can atır ki, bir açsın, baxsın, görsün, gözlə görünən bir şey varsa aradan qaldırsın. Buna cəhd eləyirlər və mən özüm də şahidi oluram. Sökəndən sonra zəng edirlər ki, açmışam, elə bir problem yaranıb. Nə cür eləyək, necə eləyək. Və o da başa düşüləndir. Ona görə ikinci tövsiyəm nədir? Əgər kimsə qərar verirsə ki, özüm bunu təmir eləyəcəm, o adama mənim müraciətim var. İlk növbədə mənə zəng vurun. Abunə olun Elektrotexnika Məktəbi kanalına YouTube-da. Olmayanlar, olanlar da olubdur. Mənə zəng vurun və məndən məsləhət alın, sökməmiş. Mən lazım olan istiqaməti göstərim və həm də baxım görüm o mürəkkəbliyi nədir, o problemin özü aradan qaldıra bilər, bilməz və bu barədə də ona tövsiyələrimi dinləsə yaxşıdır. Mənim istənilən vaxt telefonum açıq olur, zəng vura bilərsiniz və kiməsə mənim yardımım, köməyim dəyirsə, mənim özümə zövq verir. Çəkinməyin, zəng eləyin və mən bacardığım köməyi sizdən əsirgəyən deyiləm. Sağ olun, sağlıqla qalın. Kanalları izləyin ki, orada əgər sizin problem çıxmayıbsa, tutaq ki, paltar yuyanınız da var, kombiniz də var, su qızdırıcınız var. Onlar haqqında olan videolara boş vaxtlarınızda baxın. Bu da mənim sizə tövsiyəmdir. Sağ olun, sağlıqla qalın. Allah hamınıza kömək olsun.